Azərbaycan Milli Hərəkatının fəalları nələr eləyib bu məsələlərlə bağlı? Keçmişdə diqqət etsəydiniz, bir dənə kampaniya apardılar dostlarımız, məhkəmələr azad və ələni olsun. Bununla bağlı bir kampaniya getdi. İkinci kampaniya edamlar çox çoxalıb İranda. 1270 nəfər bunlar təhvil 10 ayın içində edam eləyiblər. Yəni dünyanın heç yerdə belə bir şey yoxdur. 227 nəfəri bu ayda edam eləyiblər. Yəni fikirləşin ki, günə neçə nəfər gəlir. Çox rahatlıqla insanları öldürürlər. Bir dənə 6 dənə ərəb fəalı ki, ərəblərin əl-əhvazlar dilləri üçün, azadlığı üçün çalışır. Rahatlıqla birilərini xoş vermişlər. Hər həsə 5 il, 6 il, 10 il zindan vermişdilər. Birdən zehirlərinə bu gəldi ki, biz burada qorxutuyor yaratmalıyıq. Neyin ya? O 6 nəfər edam edir. 6'sını edam edirlər. Kütlərdən də edam edirlər. Azərbaycan türklərindən Ehsan Fərid, bir dənə cavan, öğrenci, onun da elə bir günahı yox. Onun qohumlarından birisi xalq mücahidə bağlıdır. Özlərində də Azərbaycan sevgisi var. Müəyyən bir neçə ay zindan verəcəkmişdir, onu da edam veriblər. Ehsan Fəriddən də bir dənə kampaniya getdi, edama qarşı. Diqqət eləsəydiniz. İndi isə 3-cü kampaniya getməkdədir Güney Azərbaycandan, milli fəallarımızın tərəfində. O da budur ki, demək ki, mən bir nəfər hamı üçün, hamı bir nəfər üçün.